Salam. Növbəti mövzumuz completing sentences cümlə tamamlama mövzusudur. Bu testləri toplu ikinci hissədən 100-cü testdən başlayaraq izah etmək istəyirəm. Bu hissədə testlər nisbətən çətindir. Bu mövzunu mənimsəmək üçün ilk öncə qaydanı bilmək əsas vacib şərtdir. İngilis dilində elə mövzular vardır ki, onların testini biz işləyərkən qaydanı bilmək vacibdir. Biz qaydasız testi edə bilmərik. Bu mövzu sırf o testlərdəndir. Diqqətlə baxaq. İlk öncə qaydalarla tanış olaq. Qaydalar cümlə tamamlama mövzusunun əsas qaydaları. Diqqət edirik. Suggest-dən sonra verb ing gerund gəlir. Birinci qayda. I suggest going. Suggest 3 halda mümkündür. Suggest-dən sonra z işlənə bilir. Suggest-dən sonra digər qaydamız that I do və suggest that you should qaydasıdır. Deməli, suggest-dən sonra ing gəlir. Suggest-dən sonra that cümlə indiki zamanda və suggest-dən sonra cümlədə should işlənir. Suggest-dən sonra to işlənmir. Bu qəti olmaz. Digər qayda recommend tövsiyə etmək feili ilə bağlıdır. Recommend-dən sonra ing işlənir, diqqət edirik, eynən suggest kimi və cümlə indiki zaman və yaxud da should-la işlənir. O da to qaydasına nəzər yetiririk. O da-dən sonra to işlənir, ing işlənmir, yadda saxlayırıq. Ask-a diqqətlə baxırıq. Ask-dan sonra əgər feil gəlirsə, ask to do. Əgər ask-dan sonra obyekt əvəzliyi gəlirsə, bundan sonraki sözə diqqət edirik. Ask me-dən sonra əgər cansız something tamamlıq gəlirsə for, feil gəlirsə to. Ask me for something, ask me to do something işlənir. Diqqət etməli məqam say-dən sonra to birbaşa işlənməlidir. Amma tell-dən sonra to işlənmir. Tell that səhvdir. Ask işlənəndə ask if-lə götürülür ya with ilə. Ask that olmaz, wonder that olmaz və digər məqam cümlə ortasında when, ask, if, who, what və digər bağlayıcılar gələrsə, bunların quruluşu nəqli cümlə kimi qalmalıdır. Məsələn, cümlə ortasına ask, if, when varsa, ondan sonra diqqət edirik, cümlə quruluşu mübtəda xəbər gəlməlidir. Köməkçi feil olmaz. Bu bizim qısa qaydaların ən qısa izahı idi. Ümumi yığcam şəkildə. Qaydaq testimizə. Belə ki, 100-cü testdən başlayırıq. She knows. Diqqət edirik cümlədə who, what, that, know, who bunlar cümlədə bağlayıcıdır və bağlayıcıdan sonra cümlədə dedik köməkçi feil işlənməz. Köməkçi feilləri çıxırıq. Düzgün cümlə quruluşu 2, 3. Cavab B variantı. 101-ci testə baxırıq. Biz izahda dedik ki, ask-dan sonra zət işlənməz. Y ilə D variantı buna görə səhvdir. C variantı V-dən sonra heç vaxt dedik köməkçi feil işlənmir, cümlə quruluşu gəlməlidir. If-dən sonra köməkçi feil işlənməz, cavab B variantı. Bütün testlərin variantlarında səhvlərini bircə izah edəcəm. Sadəcə diqqətli olaq. 102-ci testdə ask-dan zət işlənmir. Buna görə səhvdir. İkinci testdə say-dən sonra biz dedik to işlənməlidir. Buna görə səhvdir. C variantında tell-lə, told-la zət işlənməz. D variantında saxlayırıq. Y variantında he, said, Sheila has zaman uzlaşması pozulmuşdur. Said keçmiş zamanda, keçmiş zaman olmalıydı. Düzgün cavab D variantı. 103-cü sualla davam edək. She asked me that. Ask-lə that işlənməz. B variantında tell-lə zət işlənməz. C variantı wonder-lə zət işlənməz. Bunlar hamısı bayaq qeyd etdiyim PDF-də yazmışdım. D variantında Jane, she loves ice cream. D variantını saxlayırıq. Daha sonra Y variantında ask me, biz dedik me-dən sonra to do, to işlənməli idi. Düzgün cavab D variantı.
104-cü testin izahına keçirik. Told-la zət işlənməz. Say to me işlənməlidir. C variantı saxlayırıq. D variantına səhv say to me işlənməli idi. Y variantında askla zət işlənməz. Düzgün cavab C variantı. 105-ci testdən A variantına səhvi görürük. Askla zət işlənmir. B variantında say to me olmalıydı. C variantında told zət işlənməz. D variantını saxlayırıq. Y variantında told-la if işlənmir. Lucy told me if she had a new job the day before yesterday. Və 105-ci testdə Y variantına davam edirik. Y variantı told me zət işlənməli idi. Düzgün cavab D variantı. 106-cı testdə baxırıq. A variantı səhvdir. Niyə? Want me to it to ilə işlənir. B variantı saxlayırıq. C variantı say to me artıq bilirik. D variantı tolddan sonra to işlənməz. Y variantı advice-dan sonra to it to işlənməli idi. Düzgün cavabımız B variantı. 107-ci testdən davam edirik. Say-lə if işlənməz, told-la zət işlənmir, say-dən sonra to işlənməli idi. Y variantı told zət işlənməz. Düzgün cavab A variantı. 108-ci testdən davam edirik. 108-ci testdən Y variantından baxaq, told-la zət işlənmir. D variantında this bu cümlədə completing sentence cümlə tamamlamada this zətlə əvəzlənməli idi. C variantda they told we didn't like this işlənməz. B variantında they said they didn't like that move səhv yoxdur. A variantında isə they not yox, köməkçi feilimiz yoxdur. Did olmalıydı. Düzgün cavab B variantı. 109-cu testdən izahımızı davam edirik. C variantında askla zət işlənməz. Çıxırıq. D variantında set keçmiş zaman finish keçmişdə olmalıydı. Səhvi budur. Y variantında John said he had finished his work. Y variantını saxlayırıq. Bizim digər variantlara baxanda A bəndində finish indiki zamandır. Bu səbəbdən səhvdir. B variantında keçmiş zamanla has uzlaşmaz. Bu qaydada biz keçmişlə keçmişi uzlaşdırırıq. Düzgün cavab E variantı. 110-cu testə baxırıq. Birinci B variantına səhvi dərhal görürük. Said-lə will işlənmir. Keçmişlə gələcək olmaz. Told-la zət olmaz. Daha sonra Y variantında said-lə will olmaz. Əlimizdə iki variantımız qalır. A və D variantı. A və D və A variantına səhv would-la tomorrow işlənmir. Düzgün cavab D variantı. 111-ci testə baxırıq. 111-ci testdə askla zət işlənmir. Said-lə will uzlaşmaz. Gələcəklə keçmiş zaman uzlaşmır. C variantı artıq bilirik. Tell-lə zət işlənmir. D variantında saxlayırıq əlimizdə. Y variantının səhvi told-la zət işlənmir. 111-ci testin cavabı D variantı. 112-ci testdən davam edirik. Told-la zət işlənmir. Əminəm ki, mənlə bir yerdə işləyərək siz də bərabər deyirsiniz. Say-dən sonra to işlənir. C variantı əlimizdə saxlayırıq. D variantında she told him be careful when him to be himdən sonra burada to işlənməli idi. Y variantında told he to be told-dan sonra obyekt əvəzli işlənməli idi. Bizim əlimizdə qalan variantımız C variantıdır. 113-cü testə baxırıq. Suggest qaydasını yadımıza salaq. Biz suggest-dən sonra demişdik to işlənmir. Suggest-dən sonra araya söz girib to işlənməz. Suggest-dən sonra fe'l olduğu kimi qala bilməz. Və digər variantlara baxırıq. Biz demişdik suggest-dən sonra zət, indiki zaman və yaxud should variantı. Bir daha bunu PDF-dən baxaq. Suggest-dən sonra biz dedik zət, indiki zaman və suggest-dən sonra should işlənə bilər. Odur ki, testimizin düzgün cavabı D variantı. 114-cü testdə suggest to ilə işlənmir. Suggest keçmiş zamanla işlənməz, indiki zaman olmalıdır. Araya obyekt girməz. Boş fe'l işlənməz.
Düzgün cavab B variantı. 115-ci testdən davam edirik. Suggest-dən sonra keçmiş zaman işlənməz. Suggest-dən araya tamamlıq girməz. Və advice-dan qarışdırılıb. Advice-dan baxaq. Advice-dan burada to işlənməli idi. C variantının səhvi. Advice us to take. Səhvdir. Düzgün cavab E variantı olmalıdır. 116-cı testdən davam edirik. Suggest to ilə işlənmir. Advice-dan sonra to işlənməli idi. C variantı o da to ilə işlənməli idi. D variantı suggest to ilə işlənməz. Düzgün cavab E variantı advice not to forget. Bir daha qeyd edirəm. Bunların hamısı qeyd olaraq bu videoda PDF bölməsində, PDF hissəsində qeyd etmişəm. 117-ci testə baxırıq. Suggest us araya obyekt girməz. O da to ilə işlənməlidir. Ask not stop. Askdan sonra to işlənməli idi. Düzgün variantımız əlimizdə 2 variant qalır. Askdan sonra stop olmaz. Fel to ilə işlənməlidir. B variantı. 117-ci testin cavabı B variantı. 118-ci testə diqqət edirik. O da biz dedik. O da to ilə işlənir. Qeyd etmişik. A variantı buna görə səhvdir. Askdan sonra fel boş işlənməz. To ilə işlənməlidir. C variantını əlimizdə saxlayırıq, çünki doğru variantdır. D variantına baxaq, niyə səhvdir? Won't-dan sonra to işlənməli idi. E variantı won't that olmaz. Düzgün cavab burada C variantı. Bəli. 119-cu testə baxırıq. Biz dedik ki, cümlə ortasında why və ya sual sözləri gələndə if onlardan sonra köməkçi olmaz. Dərhal bu köməkçi olan variantları çıxırıq. Əlimizdə qalır 2 variant. Benden de sonra biz bilirik ki have, has bitmiş zaman işlənməz. Düzgün variant B variantı. 120-ci testdən davam edirik. Want to know-dan cavablara bir-bir baxaq. Biz bilirik ki zət işlənmir. PDF-də qeyd etmişəm. When-dən sonra nöqtəli nəqli cümlədir və nəqli cümlədə köməkçi feil qabağa keçməz. When-dən sonra have işlənmir. Əlimizdə yeganə variant D variantı qalır. 121-ci testdən davam edirik. When-dən sonra have işlənmir. Ask-la zət işlənmir. Daha sonra when-lə has işlənməz. If-dən sonra köməkçi feil olmaz. Düzgün variant D variantı. 122-ci testə baxırıq. When-dən sonra had işlənmir. Ask-la zət işlənməz. If-lə olan cümlədə had köməkçi feil əvvələ keçməz. When-lə has işlənməz. Düzgün variant A variantı. 123-cü testdən davam edək. When-lə have işlənmir. Ask-la zət işlənməz. V-nin yanında köməkçi feil olmaz. Eynən V-dən sonra köməkçi feil olmaz. Düzgün variant əlimizdə A variantı. Daha sonra davam edirik. 124-cü testdən. Ask-la biz baxırıq zət işlənmir. V-dən have işlənməz. Yəni köməkçi feil əvvələ keçməz. Had köməkçi feil əvvələ keçməz. When-lə have işlənmir. Düzgün variant D variantı. 125-ci testə baxırıq. Please tell me who is arguing with Nick? Nick ilə dalaşan kimdir? Mübtəda. Bu xəbər hissəsidir. Düzdür. Mübtəda xəbər ardıcıllığıdır. Daha sonra baxırıq. Who with whom is arguing Nick? Nick kim ilə dalaşır? Üçüncü variantda who Nick is arguing with? Nick kim ilə dalaşır? Düzgün cavab burada 1-3-dür. Testin izahına diqqət edək. Məsələn, ikinci sual niyə səhvdir? Yanaşsaq, gəlin buraları təmizləyək. Üçüncü sual niyə səhvdir? Who, ikinci sual daha doğrusu niyə səhvdir desək. With whom, ikinci sualda is arguing. Bu tam bir sual cümləsi olur. Amma biz nəqli cümlədən danışırıq və nəqli cümlədə bizə köməkçi feil əvvələ keçməməlidir. Ona görə 2 səhvdir. Bir-bir testlərin izahına baxsaq. Daha sonra 4 niyə səhvdir? Who is Nick arguing with? Nick kim ilə dalaşır? Bu da eynən sual cümləsidir. Ona görə 4 olan variantları çıxırıq. Düzgün cavab əlimizdə qalır. 1-3. Yenə deyirəm. 1. Burada
who mübtada, bu xəbər hissəsidir. 3-də baxırıq. Burada who bağlayıcı, mübtada, xəbər. Yəni mübtada xəbər ardıcıllığı cümlədə qorumuşdur. Keçirik növbəti testimizin izahına. 126-cı testlə davam edirik. 126-cı testlə eynən 125-ci test kimi baxırıq bizə nöqtəli cümlədir. Mübtada xəbər ardıcıllığı olmalıdır. Who is listening to Jack? Jack kimə qulaq asır? Who is listening? Jack'ə kim dinləyir? Jack'i kim dinləyir? Kim dinləyir sualı. İkinci testdə baxırıq. To whom is listening Jack sual cümləsidir. Üçüncü testdə who Jack is listening to. Who Jack listening to. Jack kimi dinləyir? Düzgün cavab. Who is Jack listening to? Jack kimi dinləyir və bizə mübtada xəbər. Mübtada who is listening to Jack? Who is listening to Jack? Jack'i kim dinləyir? Düzgün cavab 1, 3, D variantıdır. Davam edirik 127-ci testlə. Do you know? Biz baxırıq when, why. Bu bağlayıcıdır. Bunlardan sonra köməkçi işlənməz. Daha sonra diqqət edirik. Do you know how traffic affects daily life? Bu düzgün cavabdır. Bəs B variantının səhvi nədir düşünsək? If bizim bağlayıcımızdır və ifdən sonra mübtada daily life əvvələ keçməliydi. Affect burada fe'l gəlməməliydi. Quruluş olaraq ifdən sonra mübtada xəbər ardıcıllığına biz riayət etməliyik. 128-ci testdən davam edirik. Askdan sonra zət işləmir, artıq bilirik. Nöqtəli cümlədə, nəqli cümlədə does köməkçi fe'l qabağa keçməz bilirik. Eynən did köməkçi fe'l olmaz. When'dən sonra bitmiş zaman işlənmir. Düzgün cavab A variantı. 129-cu testdən davam edirik. Eynən why-dan sonra nəqli cümlədən danışırıq. Köməkçi fe'l əvvələ keçməz. Köməkçi fe'lləri silirik. Və baxırıq, əlimizdə 2 variantımız qaldı. Keçmiş zaman, bizə keçmiş zaman uzlaşması lazımdır. Cavab D variantı. 130-cu testlə davam edirik. Suggest-dən sonra ing bəli doğrudur. Suggest-dən sonra to olmaz və suggest-dən sonra araya obyekt girməz. 1-3 düzgün cavab E variantı. 131-ci testlə suggest-dən sonra bizə lazımdır ing birbaşa, zət indiki zaman və should olan cümlə. 1, 2, 5 E variantı. 132-ci testdə baxırıq. Recommend eynən suggest kimi. Recommend işlənir. Biz dedik indiki zaman shouldla və indiki zaman və bizə ing lazımdır. 1, 2, 5. Qeyd edirəm yenə suggest-lə recommend testlərinə 131, 132-yə nəzər salsaq qayda olaraq eynidir. Suggest üstəgəl ing fe'l, gerund yəni suggest üstəgəl zət indiki zaman, suggest üstəgəl I should, should-la olan cümlələr. 133-cü testə baxırıq. Burada səhvləri tapaq. I asked the assistant for a receipt. I asked assistant. The librarian asked me turn. Ask me to turn. 2 buna görə səhvdir. Biz demişdik ask for me to do something. Biz demişdik. Daha sonra Linda asked me to look after her luggage. Doğrudur. He asked me not park my car. Not to do park. Yəni askdan sonra bir daha qeyd edək me, for olur something. Ask me to do something. To do. Yəni ask me-dən sonraki hissədə əgər fe'l gəlirsə bizə lazımdır to işlətmək. Əgər digər hissədə something obyektdən danışırıqsa bizə lazımdır for işlətmək. Və bu qaydalara riayət edib düzgün variantımız burada qalır. 1. Düzgün variantımız qalır. 3. 1, 3. Cavablarda baxaq. 1, 3, bəli, B variantı. 134-cü testdən davam edirik. Biz dedik
I suggest 4 dərhal səhvdir. Suggest araya obyekt girməməlidir. 4 variantlarını çıxırıq. He said that I should try harder next time. He told I try. Told keçmiş, try indiki uzlaşma olmaz. 2-ni çıxırıq. Düzgün cavab 1, 3. 135-ci testdən davam edirik. 135-ci testdə biz dedik ki, saiddən sonra to işlənməlidir. 2 ona görə səhvdir. Suggest araya obyekt girməz. Düzgün cavab 1, 4, D variantı. 136-cı testdən davam edirik. Biz bildirmişik recommenddən sonra bəli should düzdür. Recommenddən sonra ing düzdür. Bizim düzgün cavablarımız 1, 3. Düzgün cavab C variantıdır. 2 niyə səhvdir? Toldla zət işlənmir. Daha sonra 4 niyə səhvdir? Recommenddən sonra araya obyekt girməməlidir. 137 ilə davam edək. Suggestdən sonra to işlənməz. Askdan sonra to işlənməlidir. Yəni ask to close və ask me to close. Düzgün cavab 1, 4, B variantı. 138-dən davam edək. Suggestdən sonra bəli having. Daha sonra suggestdən sonra olduğu kimi fe'l olmaz. Suggestdən sonra to olmaz. Düzgün cavab 1, 2, A variantı. 139-dan davam edirik. Suggestdən sonra adi fe'l olmaz. Daha sonra suggestdən sonra indiki zaman doğrudur. O da to ilə işlənər. Recommend doğrudur ing və düzgün cavabımız suggestdən sonra should işlənir. Düzgün cavab 2 variantlara baxaq. 2, 4, 5. Bəli, D variantı. 140-dan baxırıq testimizə. Biz dedik ask me for something. Daha sonra ask for a copy of letter. 140-cı testdən davam edirik. Ask me for və ask for something. Ask me for something ifadəmiz belədir və digər ifadə ask for something və ask me 1, digər cavabımız ask for something 1, 3. Düzgün cavabımız C variantı. 141-ci testdən davam edirik. 141-cidə ask for me to give him a glass of milk. Ask me giving him a glass. Bir variantları çıxdaş etsək 141-də düzgün cavab Y variantıdır. İndi digər variantları müzakirə edək. 141-də B variantı səhvdir. Me giving him. Biz askdan sonra ing demirik, to işlədirik. Daha sonra ask for something for olmalıydı C variantında. Biz demişik. Ask me to give him to işlənməliydi. Buna görə səhvdir. Ask for me deyil, ask me olmalıydı. Burada for artıqdır. Düzgün variant Y variantı. 142-ci testdən davam edirik. I said that keçmiş zamandır. Bizə indiki zamanlar lazım deyil. Və digər gün baxırıq ki as it was the day before. A variantı 142-ci testdə düzgün variant Y variantıdır. Bir testləri müzakirə edək. A variantı səhvdir. Yesterday sözü olmalıydı. The day before olmalıydı. Daha sonra D variantı səhvdir. It wouldn't. So burada would işlənməməliydi. So for today as it was the day before. Would bizə keçmiş zaman lazım idi. Düzgün cavab Y variantıdır. 143-cü testdən tolddan sonra dərhal biz deyirik zət işlənməz. A, B variantı səhvdir. Həm də told keçmiş zaman B variantında izlədir. Diqqət edirik. Daha sonra C variantı his must that he is going indiki zaman olmamalıdır. C variantı da səhvdir. D variantı tomorrow was-dan işlənməz. Y variantı düzgün cavabdır. 143-cü testin cavabı Y variantı. Bu qədər.
Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.